Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfərə gedib. Dövlət başçısının rəsmi qarşılanma mərasimi olub. Bratislava şəhərinin Milan Ştefanik adına beynəlxalq aeroportunda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlət başçısını Slovakiya prezidenti aparatının rəhbəri Peter Vadraşka və digər rəsmi şəxslər qarşıladılar. Sonra Prezident İlham Əliyevin rəsmi qarşılama mərasimi olub. Prezident sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Slovakiya prezidenti Peter Pellegrini Azərbaycan prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycan və Slovakiyanın dövlət himləri səsləndirildi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verdi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Peter Pellegriniyə, Slovakiya nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim edildi. Dövlət başçıları birgə foto çəkdirdilər. Prezident İlham Əliyev xatirə kitabını imzaladı. Sonra Prezident İlham Əliyevin Slovakiya prezidenti Peter Pellegrini ilə təkbətək görüş olub. Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə də görüş olub. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər.